Geldim evdeyim. İnansız sakazları pişirdim. Sizdə sabah şokoladın ad günüdür. 2 saat vaxt tapdım, getdim aldım. İndi sizə göstərərəm nə aldım. Burada 2 cür ayaqqabı almışam ona. Şokoladım mənim. İnansız indi sizə göstərərəm. Görün siz hansını bəyəndiniz. Bir dənə belə krasovka aldım. Çox qəşəngdir. Görün hansını bəyənərsiniz. Bir dənə də belə aldım. Şokolada. İkisini də bəyəndim. Belə eləmə özümə. Hələ sənin krasovka çox olmalı deyil ki. Elə özümə baxıram. Uşaqların da hələ təzə evə keçimə. Onların var. Hər şey alaram da onlar üçün. Özüm üçün alıram hardan. Belə eləyirəm. Niyə özün üçün alırsan? Uşaqlara da al da özümə deyirəm. Sizə göstəreyim. Sonra nə aldım? Sonra belə bir şalvar aldım ürəklərim. Sabah inşallah ad günüdür. Belə qəşəng geyinərəm bu şalvarı. Bu şalvarla ya bu köynəyini geyinərəm. Belə kombin eləyərəm. Kombin. Yəni kombin. Lağa qoyursunuz bilirlər. Qoyun. Günah edin. Görüm haçana kimi. Sonra belə şey var Lacoste'nın. Lacoste hamı bilir də bahalıdır. Belə var. Bir də belə. Ya indi bilmirəm də qaranı geyim ağı siz yazasınız. Şokoladın ad günüdür. Sabah inşallah mənim həyatım, mənim doğuşanım 16 yaşı olur. 16. Allah bütün balaları qorusun. Bir dənə də belə qəşəng modni köynək aldım ona. Bunu da altdan gələm, bir ütüləyərəm. İnanırsınız, elə sevinirəm. Üsbət elədim. Görün nə gündəyəm. Saçıma bax. Amma zaten sabah kukla olaram da. Sabah çox gözəl olaram. Gedərəm salona zada. Uşağımın ad günüdür də, qəşəng görünüm. Öpürəm sizi.